Bugün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində KAMAZ markalı yük maşını qəza törədib. Ağır tonnajlı yük maşını idarə etmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. 114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən Xaliq Faiqoğlu şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü Bəşir Yusifovun idarə etdiyi Daewoo markalı avtobus dayanacaqda olarkən yük maşını idarə etmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır. Jurnalist Nicat Novruzoğlu vəfat edib. 48 yaşlı jurnalist uzun sürən xəstəlikdən sonra dünyasına dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, Nicat Novruzoğlu Ədalət qəzetində çalışırdı.